Hər kəsə salam. Bugün əlimizdə müasir idarəçilər üçün sanki bir sağ qalma bələdçisi var. Bu dəfəki incələməmizdə idarə etmədə insan münasibətlərinin əsl gücünü ortaya çıxaran olduqca dərin bir akademik məqaləni birlikdə təhlil edəcəyik. Bütün diqqətimiz tək bir hədəfə yönəlib. Rəhbərlərin insan münasibətləri bacarığı. Gəlin vaxt itirmədən mövzumuza keçək. Qısaca nələrdən bəhs edəcəyimizə baxaq. 6 əsas mövzumuz var. Böhran anında liderlik, idarəetmənin 3 təməli, ünsiyyət sənəti, geri bildirimin gücü, komandaya enerji vermək və nəhayət düzgün qərarlar qəbul etmək. Hazırsınızsa dərhal ilk bölməmizlə başlayaq. Birinci bölməmiz böhran dövrlərində liderlik. İdarə etmə bilirsiniz də, heç də həmişə sakit dənizdə üzmək deyil. Gəlin görək bugün rəhbərlər hansı gərginliklərlə üz-üzədirlər. Baxın, hər şeydən əvvəl özünüzə bu sualı verin. Çətin anlarda yaxşı bir rəhbəri əslində nə fərqləndirir? Araşdırmalar çox maraqlı bir faktı ortaya qoyur. İdarə etmə artıq sadəcə quru texniki bacarıqlarla bağlı deyil, inanın mənə. Bu, tamamilə komanda şəklində ayaqda qalmaq və insani bağlar qurmaqla bağlıdır. İşlər pisləşəndə texniki biliklər sizi bir yerə qədər aparır. Amma asılıb qalacağınız əsl ip empatiyadır. Bunu ən yaxşı sübut edən nə oldu? Təbii ki, Covid-19 pandemiyası kimi gözlənilməz böhranlar. Mənbəyimiz açıq şəkildə göstərir ki, bu cür qeyri-adi vəziyyətlərdə rəhbərlərin fırtınadan çıxış yolu tapması məhz onların insan münasibətlərindən asılıdır. Qeyri-adi vəziyyətlər sadəcə qərarlar deyil, qeyri-adi insani bağlar tələb edir. Keçək ikinci mövzumuza. İdarə etmə bacarıqlarının 3 təməli. Gəlin görək bu məsələnin tarixi kökləri haraya gedib çıxır və əsas təməllər necə formalaşıb. Düz 1955-ci ilə Robert Katzın yaratdığı bu çərçivəyə baxaq. O, 3 əsas idarə etmə bacarığı göstərir. Burada həlledici və bəlkə də biraz təəccüblü məqam nədir? Texniki və konseptual bacarıqlar sizin şirkətdəki mövqeyinizdən asılı olaraq dəyişə bilər. Amma insani bacarıqlar, bax bu bütün pillələr üçün mütləq şəkildə məcburidir. Ən aşağı pillədə də olsanız, ən üst səviyyədəki direktorda olsanız, insanlarla rəftarınız hər şeyi həll edir. Üçüncü hissə, ünsiyyət və dinləmə sənəti. Yaxşı, bəs biz bu kritik insani bacarıqları praktikada necə istifadə edirik? Əlbəttə ki, ən güclü silahımızla, yəni ünsiyyətlə. Bu bölgüyə diqqətlə baxın, həqiqətən heyrətamizdir. Biz adətən, görəsən nə deyim, hansı sözləri seçim deyə çox düşünürük, elə deyilmi? Halbuki qarşı tərəfə verdiyiniz mesajın böyük bir hissəsi, tam 55%-i bədən dilinizlə ötürülür, 38%-i səs tonunuzdur. O qədər üzərində əziyyət çəkdiyimiz sözlər isə cəmi 7%. Yəni, rəhbərsinizsə, bədən diliniz sadəcə bir əlavə deyil, elə idarə etmənin öz dilidir. Burada Elton Mayonun bu möhtəşəm fikrini xatırlamaq tam yerinə düşər. O bizə öyrədir ki, rəhbər olaraq mütləq mən nə demək istəyirəm fikrindən uzaqlaşmalıyıq. Əsl ünsiyyət işçilərin nəyi eşitməyə hazır olduqlarını və həqiqətən nəyi bilmək istədiklərini kəşf etməkdir. Söhbət məlumatı elə-belə atıb getməkdən getmir, qarşınızdakı insana uyğunlaşmaqdan gedir. Gəlin bu iki dinləmə növünü qarşılaşdıraq. Aktiv dinləmə və empatik dinləmə. Aktiv dinləmə sadəcə bir texnikadır. Başınızı yerləyib səsləri eşitməkdir. Amma empatik dinləmə tamamilə başqa bir səviyyədir. Bu, sadəcə sözləri yox, o sözlərin arxasındakı insanı həqiqətən anlamaq, emosional zəka nümayiş etdirməkdir. Əgər siz işçini sadəcə məlumat çəkmək üçün dinləyirsinizsə, inanın ki, səmimiyyət o an yox olur. Dördüncü bölməmiz doğru suallar və geri bildirim. İndi gəlin baxaq görək, düzgün suallar vermək və insanların zəhmətini dəyərləndirmək komanda ruhunu necə formalaşdırır? Amazon, Google və ya Facebook kimi nəhənglərin ortaq sirri nədir, bilirsinizmi? Oradakı liderlər sadəcə əmr yağdırmırlar. Əksinə, onlar açıq, uçlu, doğru suallar verirlər. Niyə? Çünki sual vermək marağı oyadır, komandanın tənqidi düşüncəsini işə salır və ən əsası komandanı daha kreativ həll yolları tapmağa məcbur edir. Sual vermək qorxutmaq üçün deyil, inkişaf etdirmək üçündür. Və əlbəttə ki, feedback, yəni geri bildirim. Baxın, komandanızda Y yaxud Z nəslindən olan gənclər varsa, bu cümləni mütləq yadda saxlayın. Bu nəsillər üçün davamlı geri bildirim sadəcə bir lüks, yaxud xoş bir söz deyil. Bu, onların motivasiyasını ayaqda tutan ən kritik ehtiyacdır. Onlar davamlı olaraq doğru yolda olduqlarını bilmək istəyirlər. 5-ci bölməmiz enerji vermə və problem həlli. Rəhbərin komanda üçün necə həm enerji mənbəyi, həm də problem həlledicisi rolunda çıxış etdiyini incələyirik. Thompsonun bu siyasi sözün əsl mənasında mükəmməl bir nələri etməməli təlimatıdır. Rəhbərlər niyə iflasa uğrayır? Dəyişən şərtlərə uyğunlaşa bilməmək, işçilərlə yola getməmək, davamlı olaraq
biz əvəzinə mən demək. Üstəlik, uğursuzluqdan sonra toparlana bilməmək və qərar verməkdən qorxmaq. Bəli, bunlar hər hansı bir potensialın sonunu gətirən amillərdir. Bəs bu iflaslardan necə qaçmaq olar? Çox sadə, komandaya müsbət enerji verərək. İnanın ki, ən gərgin iş günündə sadəcə səmimi bir təbəssüm belə böyük bir gücə malikdir. O, qarşı tərəfə birbaşa bu ismarcıları verir. Mən buradayam, səni anlayıram, sənə dəyər verirəm və sənə hörmət edirəm. Bu qədər sadə bir toxunuş iş yerindəki ab-havanı tamamilə dəyişə bilər. Elə mənbəmizin də üstündə dayandığı əsas fikirlərdən biri budur. Problemlərə baxış bucağımızı dəyişməliyik. Biz çox vaxt problemlərdən qorxuruq, onları negativ bir şey kimi qəbul edirik. Elə deyilmi? Halbuki onlar inkişaf və yenilikçi fəaliyyət planları hazırlamaq üçün ehtiyac duyduğumuz ən böyük katalizatordur. Problemdən qaçmaq əvəzinə onun gətirdiyi fürsəti görmək lazımdır. Və nəhayət, 6-cı, sonuncu bölməmiz effektiv qərar qəbul etmə. Liderliyin bəlkə də ən ağır yükü olan bu qərar vermə prosesini müzakirə edək. Qərar qəbul edərkən sanki bir kameleon kimi olmalısınız. Mintzberg bunu 4 əsas rola bölür. Siz yeri gələndə yenilik gətirən cəsarətli bir sahibkar, yeri gələndə isə anidən yaranan münaqişələri həll edən bir böhran rəhbəri olmalısınız. Bəzən tərəfləri ortaq məxrəcə gətirən vasitəçi, bəzən də şirkətin resurslarını ən ədalətli şəkildə bölüşdürən şəxs olmaq məcburiyyətindəsiniz. Söhbət bu 4 rol arasında çevik keçid edə bilməkdən gedir. Təhlilimizin sonuna gəldik. Sizi olduqca düşündürücü bir sualla baş-başa buraxmaq istəyirəm. Bugünün sərt və amansız iş mühitində siz sadəcə gündəlik texniki işləri, hesabatları idarə edirsinizmi? Yoxsa həqiqətən liderlik etmək və ayaqda qalmaq üçün ehtiyac duyulan o güclü insani bağları qurursunuz? Bir anlıq bu barədə düşünün, çünki fərqi yaradan məhz budur. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti təhlillərimizdə görüşənədək.